Bundan əlavə siz ingilis bölməsində təhsil almısınız. Bəli. İlk olaraq bunu bilmək istəyirdim ki, ingilis dili bölməsini yazarkən əsas məqsədiniz nə idi? Yəni nə üçün ingilis bölməsini yazdınız və çətinlik çəkdinizmi müəyyən qədər? Belə deyim, əslində mən məktəblik illərimdə də Bakı Avropa Liseyində təhsil almışam və burada təhsil aldığım zamanda ingilis dilinin və buna yanaşı fransız dilinin tədrisi də çox yaxşı şəkildə keçirilmişdi və bununla əlaqədar olaraq da mən bakalavr təhsilimi düşündüm ki, ingilis dilində seçsəm daha yaxşı olar. İngilis dilində tədris seçməyimdə də əsas məqsəd o oldu ki, karyer yolumda öz həmyaşıdlarımdan da bir addım qabaqda ola bilim və eyni zamanda ingilis dilində tədrisin verdiyi ən mühüm cəhətlərdən biri də odur ki, sizin imkanınız əgər təkcə yerli layihələrdədirsə, ingilis dilini bildiyiniz zaman beynəlxalq layihələrə, startaplara və eyni zamanda beynəlxalq kurslardan onlayn şəkildə yararlana bilirsiniz və bildiyimiz kimi bir çox resurslar hal-hazırda ingilis dilində daha yaxşı əlçatan olduğu üçün dil biliyi çox vacibdir və universitet illərində də mənim məhz ingilis dilində tədris almağımın ən böyük müsbət cəhətlərindən biri oldu ki, təkcə ingilis dilini sosial və kommunikasiya cəhətdən istifadə etmək deyil, elmi cəhətdən istifadə etməyi öyrənə bildim. Çünki burada müəyyən ixtisasi terminlər olsun, müəyyən artıq elmi üslubda olan terminlər olsun, bunlara yiyələnə bildim. Əgər bir abituriyentin ingilis dil səviyyəsi ortadırsa, o kodlaşdırma zamanı sizcə ingilis dilində ixtisas yazmalıdır yoxsa yox? Mənə görə biz abituriyent olduğumuz zaman çox şeydən çəkinirik ki, ümumiyyətlə ixtisas seçimi olsun, tədrisin ingilis və yaxud Azərbaycan dilində olsun, bunlardan çox çəkinirik. Sadəcə əksinə mən düşünürəm ki, cəsarətli olmaq lazımdır ki, müəyyən bir yeniliklərə can atasan və əgər bir şəxs, bir tələbə öz komfort zonasından çıxa bilirsə, bu onun üçün gələcəkdə də yeni imkanlar aça bilər və ingilis dilində tədris seçdiyi zaman da onun səviyyəsi nisbətən, yəni dil səviyyəsi A1, A2, B1 olmasından asılı olmayaraq o tədris belə deyim başlanğıcına qədər, hansı ki bu semestr başlanğıcına qədər özünü müəyyən bir video dərsliklərlə olsun, kurslarla olsun inkişaf elətdirə bilər. Düzdür, bir çox tələbələr düşünürlər ki, imkanları olmadığı üçün ingilis dilini inkişaf etdirə bilməzlər. Amma mən düşünürəm ki, TED Talks olsun və digər podkastlar olsun, onların vasitəsilə həqiqətən də inkişaf elətdirə bilərlər və əsla çəkinməsinlər ixtisaslarını ingiliscə yazmaqdan. Çünki əgər bu karyer yolunu inkişaf eləmək istəyirsənsə, daima dil öyrənmək sənə kömək olacaq və bu cəhətdən də tələbələrə məsləhət görürəm və gələcək tələbə olmaq şəxslərə məsləhət görürəm ki, ingilis dilini seçməkdə çəkinməsinlər, çünki həqiqətən də bu yolda sizə kömək olacaq müxtəlif video dərsliklər olsun, müxtəlif onlayn resurslar var və bu resurslar vasitəsilə də siz öz dil səviyyənizdə yuxarı səviyyəyə çatdıraraq kodlaşdırmada da ingilis dilində tədrisi yaza bilərsiniz. Bəli, self-study eləyərək. Bəli. Sadəcə o Azərbaycanca bir termin deyil deyə. Bəli. Birinci kurs sizin üçün çətin olmuşdu, yoxsa asan adaptasiya olmuşdunuz? Belə deyim, mən məktəbli illərimdə çox da sosial biri olmamışam və lisey vaxtlarımda da ancaq dərsə və sair fokuslanmışam deyə sosial ortamım ancaq sinif yoldaşlarım olub və kənarda çox uşaq olurdu ki, belə deyim də, özünün ev ətrafı hissələrində də dostlarınla məsələn ünsiyyətə girirdi və s. Mən ancaq sinif yoldaşlarımdan ancaq evdən məktəbə, məktəbdən evə və həmin vaxtlar kursa getmirdim, daha çox özüm hazırlaşmağa üstünlük görürdüm və belə deyim, siz verdiniz ki, birinci kursdunuzda. Birinci kursda da öyrəşməyim, yəni adaptasiya prosesim biraz ona görə çətin olmuşdu ki, mən həmin situasiyadan artıq universitet illərimə atladıqda burada komfort zonamdan çıxmalıydım. Introvert idimsə, məsələn, özümə qapanıq biri idimsə nisbətən, orada artıq sosiallaşa bilməli idim. Mən də burada ilk gün elə oldu ki, belə deyim, asosial olmağıma rəğmən hər kəslə ünsiyyətə keçməyə başladım ki, kimlə ünsiyyətə keçsəm özümə yaxın dost tapa bilərəm və s. Elə oldu ki, hər kəslə ünsiyyətim yarandı və ondan sonra bir uşaqlardan məsələn könüllü proqramlarına getdik. Bir könüllü məsələn STEM festivalı var idi, onlarda iştirak etdim. Daha sonra bir çox təlimlərə və s. gedərək bu sosial adaptasiya prosesini tamamlaya bildim. Yəni dediyim kimi birinci kursda biraz çətin olmuşdu ilk başlanğıclarda. Sadəcə sonradan artıq təlimlər və uşaqların dəstəyi ilə həqiqətən də öyrəşə bildim.